Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərdə, Məmmədoğullar servisin arxasında. Demək, 3 sot yarımın içində, sənəddə 3 sot yarımın içində olmaqla 3 geniş otaqlı həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdıran bu ev şəxsi ev, tikilmiş bir evdir. Mansarlı bir evdir. Sadəcə mansarı təmirsizdə, amma hal-hazırda aşağı hissəsində, birinci mərtəbəsində yaşayış var. Gördüyünüz kimi həyət yanı sahəsi genişdir. Bir sotdan çox həyəti var. Evin bələdiyyədən arxivli sənədi var. Kupsiyə gedən sənəddir. Gördüyünüz kimi də evin xarici görünüşüdür. Qaz, su, işıq hamısı qaydasındadır. Kanalizasiya sistemi, mərkəzi xəttdir. Bunu da nəzərdə çatdırım. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Gördüyünüz kimi həyət yanı sahəsi. Həyətdə də bir dənə ayrıca burada bir sanitar qovşağı tikdirib, sadəcə təmirsizdir. Gördüyünüz kimi də həyəti geniş, ürək açan. Yoldan da, marşrutdan da 202-203 marşrutlarında hardasa 500-600 metr məsafədə yerləşir. Qalxırıq buradan yuxarı. Gördüyünüz kimi bu hissəsi, hörmətli izləyicilər, bax bu hissəsi, veranda hissəsi, balkon hissəsidir. Ev sahibi özünə şəxsin kiraətdirdiyi evdir, geniş otaqlı bir evdir. Daxil oluruq indi buradan evin içinə. Ev kurqaboy, qoşadaşdan inşa olunub. Girən kimi geniş dəhlizdən rastlaşırıq. Geniş dəhliz. Eyni dəhlizin ardası 2 metrə yaxın dəhlizin eynidir. Gördüyünüz kimi hörmətli izləyicilər, evin normal təmir qaydasındadır. Kim istəsə burada bir dənə aboyların lazımdır, aboylarını dəyişə bilərlər. Hörmətli izləyicilər, bax geniş bir qonaq otağıdır. Qonaq otağı hardasa təxmini 4 metrdən çox eynidir. Uzunluğu da bir 7-dir. 30 kvadrata yaxın qonaq otağıdır. Girən kimi sol tərəfdən qonaq otağı. Keçirik burada. Geniş bir mətbəxdir. 3 otaq da olsun, hörmətli izləyicilər. Çox genişdir. Bu hissəsi də gördüyünüz kimi geniş. Hardasa 16-18 kvadratlıq burada bir mətbəxdir. Mətbəxi də genişdir. Gördüyünüz kimi hətta belə divan qoyulub, stol qoyulub, böyrü başı açıq. Ev həqiqətən çox geniş otaqlı evdir. 3 otaqda olsa, hörmətli izləyicilər, 4-ün demək olar kvadratındadır. Sonda dəhlizin sonunda burada sağda bir yenə də bir geniş, 4-ün 5-ə 1 geniş yataq otağıdır. Gördüyünüz kimi də yataq otağı. Hardasa burada 20 kvadrat. Pəncərələr tam evin içindən rahat, pəncərənin içindən tam rahat evin içində işıq düşür, havalanmaya tam uyğundur. Evin hər tərəfi açıqdır demək olar, işıqlı bir evdir. 4-ün 5-ə görürsünüz otaqlar necə genişdir. Ürək açandır. Sonda burada bir də yenə geniş bir yataq otağıdır. Hardasa 15-16 kvadratlıq olar. Yüncilvari kosmetik xərcə ehtiyacı var. Aboyların bəzi yerləri dəyişilməlidir. Amma ev həqiqətən çox kip evdir. Evin polunda zadında bir dənə səs-küy yoxdur, cırıltı yoxdur, səs-küy yoxdur. Ev sahibi özünə şəxsi şərətləri üçün hər şeyi keyfiyyətli elətdirib. Keçən burada sonda evin hamam hissəsinə. Hamam da gördüyünüz kimi çox ürək açandır, görsüz genişdir. Əziz dostlar, evimizin içərisində keçdikdə belədir. Gördüyünüz kimi hörmətli izləyicilər, bu hissəsi də çox genişdir. Hörmətli izləyicilər, nəzərinizə çatdıram, yenə deyirəm. Ev, yenə qeyd edirəm, Məmmədoğullar servisinin arxasında 202 marşrutlarla 500-600 metr məsafədə yerləşir. 3 sot yarımın içində bələdiyyə sənədi ilə olan bir evdir. Evin sənədinin arxivi var, qaz, su, işıq, kanalizasiya hamısı mərkəzi xəttdir. Evin qiyməti 115 min start qiymətdir. Real alıcısı endirim olmağına olacaq, birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.